Salam, bugünkü dərsimiz fizika üçün hazırlanmış 2025 model testlərindən birinci qrup üçün verilən 17-ci tapşırığın izahıdır. İnduksiyası 0.4 Tesla olan bir maqnit sahəsində qüvvə xətlərinə perpendikular yerləşdirilmiş, müqaviməti 800 ohm olan AB naqili müqaviməti nəzərə alınmayan naqillər üzərində tarazlıqda olarsa, mənbəyin elektrik hərəkət qüvvəsini hesablayın. Baxırıq, burada tərpənməz blokdur. Tərpənməz bloka asılan yükün kütləsinə kilograma çevirsək, 1000-ə bölsək eləyər 0,1 kilogram. Onda biz buradan yükün çəkisini tapa bilərik. P bərabərdir mc bərabərdir m-in yerinə 0,1 vur 10 bərabərdir 0,1 newton. Onda yükün çəkisi 0,1 newtondursa tərpənməz blok qüvvədə qazanc vermir. Deməli, bu ipimizdəki qüvvəmiz də 0,1 newtondur. Bu qüvvəmiz naqilə təsir edən amper qüvvəsi ilə tarazlaşdığından biz həmçinin amper qüvvəsini də 0,1 newton götürə bilirik. İndi biz amper qüvvəsinin düsturundan F amper bərabərdir IBL sinus alfa yazmırıq. Çünki qüvvə induksiya vektoruna naqil perpendikular istiqamətdə durmuşdur. Buradan cərəyan şiddətini taparıq. F amper bərabərdir I bərabərdir F amper bölünsün BL bərabərdir 0,1 bölünsün B 0,4. Naqilin uzunluğu da burada 10 cm verilmiştir. Onu da metrə çevirsək 0,1 vur 0,1 B'nin də yerinə 0,4. Onda birlərimiz ixtisar edər. 1 böl 0,4 bu da bərabərdir 1 böl 0,4 10 böl 4 eləyər 2,5 amper. Cərəyan şiddətini tapdıqdan sonra qapalı dövrə üçün ohm qanunundan I bərabərdir Y R plus R'dən biz elektrik hərəkət qüvvəsini tapa bilərik. Buradan yazarıq Y bərabərdir I vurulsun R plus R. İ'ni tapdıq 2,5. Aç mötərizə müqavimətimiz 8-dir. Üstə gəl mənbəyin daxili müqavimətdə 2-dir. O da 25 vur 10 eləyər 2,5 vur 10 eləyər 25 volt. Cavabımız olar Y variantı. Bugünkü dərsimiz bu qədər. Suallarınızı şərh bölməsində yaza bilərsiniz. Sağ olun.